Neftçi və Qarabağ futbol klublarının beynəlxalq oyunları ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək. Bununla bağlı Bakı metropoliteni Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Hər iki qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq metropoliten ardıcıl olaraq 2 gün gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək. Metropoliteninin əməliyyat planına uyğun olaraq ilk gücləndirmə tədbirləri iyulun 22-sində Neftçi Dinamo maçının keçiriləcəyi Palm Sports Arena yaxınlığında yerləşən Xalqlar Dostluğu stansiyasında tətbiq ediləcək. Burada xüsusi növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət mexanizmləri diqqətdə saxlanılacaq. İyulun 23-də isə Qarabağ-Bolqarıstan görüşünün baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığındakı Gənclik, o cümlədən 28 may və Nərimanov stansiyalarında əlavə tədbirlər görüləcək. Ehtiyat qatarlar xəttə buraxılması üçün hazır saxlanılacaq. Hər iki oyun başa çatdıqdan sonra zərurət yaranarsa metropoliteninin digər stansiyalarında da qatarların hərəkəti qeyd edilən stansiyalarının iş rejiminə uyğun tənzimlənəcək. Ümumilikdə isə hər iki gün qatarların hərəkəti mövcud yay qrafikinə uyğun təşkil olunacaq.